Değerli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bugünkü bölməmiz artikel bölməsidir, təhlükəli bölmədir. Bəzən əzbər, bəzənsə təhlil tələb edən bölmədir. Artikelin ingiliscəsində iki növ var. Qeyri-müəyyənlik artikli EN və müəyyənlik artikli Z. EN artikli bir deməkdir. O deməkdir ki, birdirsə, deməli yalnız və yalnız sayılan tək isimlə işlədiləcək. EN bir deməkdir. One sözündən yaranıb, yalnız və yalnız sayılan tək isimlərlə işlədiləcək. Sayılmayan isimlər sayılmadığı üçün onların qabağına bir, yəni E və ya N yaza bilmərik. Eyni zamanda cəm isimlər cəmdə olduğu üçün cəm isimlərin əvvəlinə də bir sözü yazmaq olmaz. Ağlı balalar, EN artiklini yazarkən, seçərkən ehtiyatlı olursunuz. Çünki EN artikli yazılışa görə deyil, tələffüzə görə seçilir. Yəni, E artikli samit səslə, samitlə demirəm, samit səslə, N artikli isə sait səslə işlənir. Ağlı balalar, tələffüzə baxırıq, səslə işlənir. Aşağıdakı nümunələrə bir nəzər yetirək. Baxaq balalar burada. E horse, amma an hour. Niyə an hour? Çünki tələffüzü hour'dır. Bu ingilis dilində sait olsa da E university deyirik. Tələffüz y-dır, samit səsdir deyə E işlədirik. Eləcə də E uniform nümunəsinə baxın. Bu ingilis dilində sait olsa da tələffüz olaraq y olduğu üçün E artikli işlədilir. Ağlı balalar, ismin əvvəlində sifət olarsa, artikel sifətin əvvəlinə keçir. Bu zaman tələffüz, yəni artiklın tələffüzü hər zaman yanındakı sözə görə seçilir. İsmin yanındadırsa, ismin tələffüzünə görə, sifətin yanındadırsa, sifətin tələffüzünə görə seçilir. Baxaq ağlı balalar, a car, amma an expensive car. Buradakı E gəlib an oldu. Niyə? Çünki expensive say səslə başlayır. Eləcə də an apple nümunəsindən a sweet apple nümunəsinə baxaq. Buradakı an gəlib burada E oldu. Çünki tələffüz sweet, yanındakı sifət samit səsdir. Ağlı balalar, buradan ümumilikdə öyrənəcəyimiz odur ki, artikel, yəni E və N artikli tələffüzə görə seçilir və yanındakı sözə görə seçilir. Yanındakı söz isim də ola bilər, yanındakı söz sifət də ola bilər. Ağlı balalar, artiklın işlənmə halları aşağıdakılardır. Birinci olaraq E artiklının işlənməsindən danışacağıq. E artikli aşağıdakı hallarda işlədilir. 1. İnsanların peşələrini demək üçün. Yəni, biz peşələrlə EN artikli işlədirik. Jane wants to be a doctor. Həkim olmaq istəyir. Alex is going to be an engineer. Mühəndis olmaq istəyir. Qısası biz peşələrlə EN artikli işlədirik. Amma diqqətli olacaqsınız, peşələr insanların titulunu, rütbəsini bildirərsə, bu zaman xüsusi isim olacaq, böyük hərfi ilə yazılacaq, bu zaman artikl işlənməyəcək. Yəni, Dr. John və yaxud Colonel Adams, polkovnik deməkdir Colonel. Bu kimi nümunələrdən ehtiyatlı olarsınız. Xüsusi isim olarsa, titul olarsa, bu zaman böyük hərflə yazılır, artikl işlənmir. Amma ümumi isim olarsa, peşə bildirərsə, hər zaman EN artikli işləniləcək. İkinci qaydamız Z'yə is, Z'yə was-la bağlıdır ağlı balalar. Bilirsiniz ki, Z'yə is, Z'yə var-vardır deməkdir. Z'yə is özündən sonra sayılan tək isimlə işlənərsə, EN artikli işlədilir. Sayılan tək isim deyirik ağlı balalar. Sayılmayan isim gələrsə və ya Z'yə ar ifadəsindən sonra cəm isim gələrsə, artikl işlənməyəcək. Z'yə is, Z'yə was ifadəsindən sonra məhz sayılan tək isim gələrsə, EN artikli işlədiləcək. Sizə bir zeri-zeranın verilmiş sual cümləsi verilir. Diqqətlə baxsaq, a petrol station, station sayılan tək isimdir. Ona görə də qabağında E artikli verilir. Və ya ikinci nümunədə a bike, velosiped sayılan tək isimdir. Ona görə də E artikli ilə işlədilir. Eyni qayda have got feillərinə də aiddir. Yəni, have got feillərindən sonra sayılan tək isim gələrsə, mütləq EN artikli işlədiləcək. Bu bizim üçüncü qaydamızda ağlı balalar. Davam edirik. Dördüncü, what-la başlayan nida cümlələrimizdə ağlı balalar, ehtiyatlı olun. What-la başlayan nida cümlələrində what-dan sonra sayılan tək isim gələrsə, yəni sayılmayan isim gələrsə keçərli deyil. Onsuz da sayılmayan isimlərinə EN işlətmirik. Cəm isim gələrsə keçərli deyil. Onsuz da cəm isimlərinə EN işlənmir. What-la başlayan nida cümlələrində what-dan sonra sayılan
tək isim gələrsə, o zaman biz en artiklı işlətməliyik. Ağlı ballar nümunəyə baxın. What'dan sonra boy gəlib, sayılan tək isimdir. Ona görə də en artiklı verilir. Digər nümunəmizə baxırıq. What'la başlayan digər bir nida cümləsidir. What'dan sonra sayılan tək isim gəlib. Ona görə də və yaxud da digər nümunədə hər hansı bir en artiklı işlədilə bilər. Ağlı ballar, indiyə qədər biz en artiklının işləndiyi 4 halı öyrəndik. Birincisi peşələri bildirmək üçün, ikincisi zeri zira ifadəsi, daha doğrusu zeyə is, zeyə was ifadəsindən sonra, üçüncü olaraq have got feilindən sonra və nəhayət dördüncüsü nida cümlələrindən sonra sayılan tək isim gələrsə en artiklı işlədir. Bunları prosesdə təkrar özüm bilərəkdən deyəcəm. Çünki bunların bir neçəsi əzbərlə bağlıdır. Daha yaxşı yadınızda qalması üçün bir neçə dəfə təkrara qayıdacağam. Ağlı ballar, 5-ci qayda. Adətən bizim ağlı ballarımızın testlərdə doğru cavab kimi tapmaqda çətinlik çəkdiyi bir hissədir. Ağlı ballar, insanları, əşyaları, yerləri təsvir edərkən, yəni onların nə olduğunu deyəndə, kimin kim olduğunu, kimin nə olduğunu, nəyin nə olduğunu deyəndə hər zaman biz en artiklı işlədirik. En artiklı. Məsələn, deyirik ki, Kür bir çaydır. Bakı paytaxt şəhərdir. Deməli, Bakının bir paytaxt şəhər olduğunu deyirəm. Nil uzun bir çaydır. Nilin bir çay olduğunu deyirik. Dolayısıyla kimin nə və yaxud da nəyin nə olduğunu deyəndə biz hər zaman en artiklı işlədirik. Baxın nümunələrdən. The weather is an important topic. Hava önəmli bir mövzudur. Dolayısıyla havanın bir mövzu olduğunu deyirik. Ona görə en artiklı işlətmişik. O bir Amerikan qəhrəmanıdır. Onun bir qəhrəman olduğunu deyirik. En işlədilib. Breakfast is an important meal. Səhər yeməyinin bir yemək olduğunu deyir. Bu siyahını geniş ölçüdə böyütmək olar. Testlərdə xüsusən bu, yəni 5-ci hissədən daha ehtiyatlı olunaqlı olar. 6-cı halımız, yəni en artiklının işləndiyi 6-cı hal nədir? Ağlı ballar. Yemək adları, daha doğrusu yemək vaxtları ingilis dilində sayılır və onların qabağında en işlədə bilmiş. Yəni breakfast'dir, supper'dir, dinner'dir, lunch'dır. Onların qabağında en artiklı işlənmir. Və ümumiyyətlə ingilis dilində bu sözlərlə standart olaraq ya to eat ya da to eat mənasını verən to have feili işlənir. Yəni I have breakfast deyirsinizsə, mən səhər yeməyi yeyirəm deməkdir. She had lunch, o qəlyan altı etdi, yəni qəlyan altısını yedi deməkdir. Dolayısıyla bu yemək vaxtları ilə olan birləşmələrdə have feili ilə it feili eyni mənanı verir. Buradan öyrənəcəyimiz qayda odur ki, yemək vaxtları ilə artikel ümumiyyətlə işlənir. Lakin yemək vaxtlarının əvvəlində onları təsvir edən sifət verilərsə, yəni yemək vaxtlarının əvvəlində sifət olarsa, en artiklı işlənməlidir. Ağlı ballar, sizə dediyimiz qayda elə budur. To have və to eat feillərinə yemək vaxtları veriləndə artikel işlənmir dedik. Have supper'ya diqqət edək və yaxud da aşağıda have breakfast'a diqqət edək. Lakin ikinci nümunəyə baxsaq ağlı ballar, ikinci nümunədə supper'ın əvvəlində onu təyin edən, onu təsvir edən bir sifət var. Ona görə də artiklı işlənir. Ağlı ballar, 7-ci hissəyə keçirəm. Yəni artiklın işləndiyi, en artiklının işləndiyi 7-ci hala keçəcəyik. Ağlı ballar, artiklın, yəni en-in işləndiyi 7-ci hal nədir? İsim haqqında ilk dəfə danışdıqda en, ikinci və bir sonraki dəfələr danışdıqda z artiklı işlədilir. Çünki isim haqqında ilk dəfə danışdıqda o bizə müəyyən olmur, qeyri-müəyyən olur. Qeyri-müəyyən olan isimlərin əvvəlində qeyri-müəyyənlik artiklın en işlədir. İkinci və sonraki dəfələrdə danışanda artıq biz bilirik hansı isimdən söhbət gedir. Deməli bizə müəyyəndir, deməli z artiklı işlədəcək. Mən küçədə bir insan gördüm. İlk dəfə danışıram insan haqqında. I saw a man in the street. A man, bir insan, hər hansı bir insan gördüm. The man was tall. Həmin insan, yəni küçədə gördüyüm insan, yəni müəyyən insandır. İkinci dəfə danışdıqda z artiklı işlədir. Deməli, ağlı ballar, hər hansı sayılan tək isim haqqında ilk dəfə danışdıqda biz en, bir sonraki dəfələrdə onun haqqında danışdıqda z artiklı işlədəcək. Nümunələrdən bu şəkildə görə bilərsiniz. Ağlı ballar, baxmayaraq ki, en artiklının işlənməsi isimlərə aiddir.
bəzi hallarda müəyyən qrup saylarla en artiklı işlədilir. Və burada one mənasını bildirir. Artiklının işləndiyi saylar hansılardır? A hundred, a thousand, a million, a billion sayları təkdə olarsa ən işlənir. Təkdə olarsa ağlı bağlar. Burada diqqətlə baxın. A hundred, 100, a thousand, 1000, a million, milyon, a billion, milyard. Buradakı nümunə ağlı bağlar saçmayarsınız. A hundred students'dir. Bəzən uşaqlar saç-baş qalırlar ki, mənim E nədir, S nədir? Ağlı bağlar, buradakı E, bu nümunə üzərindən gedirəm. 1 milyard hüceyrə deməkdir bu nümunə. Ağlı bağlar, bu kimi nümunələri uşaqlar biraz çətin başa düşürlər. Buradakı E, bilyonun, milyardın E-sidir. Yəni 1 milyarddan söhbət gedir. Bilirsiniz ki, birdən böyük bütün saylarla cəm isim işlədilir. Eləcə də a million star. Burada milyon bir ədəddir. Qabağında E də verə bilər, qabağında one da verə bilər. Birdən böyük sayı olduğu üçün də yanındakı isimlər cəmdə olacaq. Mənim ağlı bağlam bir də vurğulayıram. Müəyyən qrup saylar, yəni 100, 1000, million, billion sayları təkdə olarsa, qabağında E işlənir. Bəs cəmdə olarsa, yəni yüzlərlə, minlərlə, milyonlarla desək, bu zaman həmin saylar təbii ki, cəmdə olacaq və cəmdə olduğu halda əvvəlində heç bir artikl, zaten cəmdə olduğu üçün EN işlənə bilməz. Eləcə də Z artiklı işlənməyəcək. Gördüyümüz bu saylar ağlı bağlar. Nümunələrə baxın. Sizə deyir ki, yuxarıdakı saylar cəmləndikdə artikl işlənmir. Cəmləndikdə hər zaman S olacaq və onlar cəmlənərkən of sözünü ilə işlənəcək. Yəni, a hundred student, 100 şagird, qabağında mütləq E və ya one olmalıdır. 100 students olarsa səhv olacaq. Qeyd elədiyimiz saylar təkdədirsə, mütləq şəkildə onların əvvəlində ya E, ya da one sayı olmalıdır. Yox, onlar cəmlənərsə, yəni ofla verilib cəm olarsa, heç bir artikl, eləcə də Z artiklı işlənmir. Testlərdə ehtiyatlı olaq ağlı bağlar. Nümunələri bir də dəyərli vaxtınızı almıram. Nümunələrə vaxtınız olduqsa, videonu izlədiyiniz müddətdə gözdən keçirəsiniz ağlı bağlar. Biz davam eləyək. Mənim ağlı bağlarım. Baxaq görək nə deyir bizdə saniyə ağlı bağlar. Biz davam eləyək ağlı bağlar. Numerativ sözlər. Biz numerativ sözləri hardan bilirik? Biz numerativ sözlər ifadəsini isim bölməsində keçmişdik. Demişdik ki, sayılmayan isimləri sayılan isimlərə çevirmək üçün, onları saymaq üçün numerativ sözlərdən istifadə edirik. Eyni zamanda isim bölməsində vurğulamışdıq ki, numerativ sözlər təkdə olarsa, qabağında artikl olacaq, cəmdə olarsa heç bir artikl işlənməyəcək. Yəni, a bar of chocolate, 2 bars of chocolate. Və buradan ehtiyatlı olun uşaqlar, numerativ sözlər, buradakı ağlı bağlar çalışmayacaq. Bu kilonun E-sidir. Of'un əvvəlindəki sözlər zaten hər zaman sayılan isimlər olur və təkdə olduğu halda mütləq şəkildə onların əvvəlində E olmalıdır. Və diqqətli olun ağlı bağlar. Of'un sağında əsasən sayılmayan isimlər gəlir. Buradakı nümunələrin əksəriyyətində sayılmayan isim verilib. Bəzən də bilirsiniz ki, sayılan cəm isim gələ bilər. A bunch of ola bilər, a pair of ola bilər, a kilo of ola bilər. Yəni əksəriyyət of'un sağında sayılan cəm əksəriyyətində sayılmayan isim gəlir. Bəzən də sayılan cəm isim gələ bilər. Of'un sağında isə hansı isimlər gəlməsindən asılı olmayaraq numerativ söz işlənibsə, of'un sağında heç bir halda artikl işlənmir. Özətləyib sizə qaytarıram ağlı bağlar. Numerativ sözlər işlənərkən ehtiyatlı olacaqsınız. Numerativ sözlər təkdə olarsa əvvəlində E, əndən olan bir numerativ söz verilməyib. Adətən sifət olarsa bəlkə hansısa halda verilə bilər. Numerativ sözlərimiz təkdə olarsa E və of'un sağındakı isimdə isə heç bir artikl işlənmir. Davam edirəm ağlı bağlar. Bu numerativ sözlərlə bağlı qaydalarımızı aşağıdakı ifadələrə də aid eləmək olar. Yəni, a type of var, a sort of var, a kind of var, a group of var, a collection of var. Bu ifadələrdə keçərlidir ki, bunlar təkdə olarsa mütləq E-si verilməlidir. Gördüyünüz numerativ sözlər, eləcə də buradakı sözlər cəmdə olarsa, yəni deyək ki, boxes of sugar versə, heç bir artikl olmayacaq. Eləcə də sorts of, kinds of, groups of, collections of cəmdə olarsa, heç bir artiklla işlənməyəcək ağlı bağlar.
Davam eləyirəm mən. Bir sonraki qaydamız artıq əzbərlə əlaqəli qaydadır, ağlı ballar. Bunların hər birisini sizin üçün oxumayacağam. Ağlı ballar. EN article ilə verilən bir sıra ifadələr var ki, bunlar daşlaşmış ifadələrdir, sabit ifadələrdir. Bunları əzbər öyrənmək lazımdır. Bunlarla bitmir. Test oxularına görəcəyiniz to be in a hurry ifadəsi, to go for a walk ifadəsi, make an impression ifadəsi, make a good impression şəklində verilən ifadələrin hamısında standart olaraq EN işlədir. Bunlar dilin tarixi ilə bağlıdır. Əsas olan odur ki, siz bu ifadələri əzbər yadda saxlayırsınız, ağlı ballar. Eləcə də əzbərə dayanan to have ilə olan birləşmələrimiz də var ki, to have olan bu birləşmələri əzbərləyəcəyik. Sadəcə ağlınızda olsun ki, to have ilə olan birləşmələrdə to have fe'linin tərcüməsi yanındakı sözə görə müəyyənləşir. Yəni, to have fe'linin konkret bir mənası yoxdur. To have a meal desən, yemək yeməkdir. To have some tea desən, çay içmək deməkdir. Və yaxud da to have a rest. İkinci sözə baxıb, onların mənalarını müəyyənləşdirə bilərsiniz. Ağlı ballar, to have ilə olan bu birləşmələrdə əzbərləyin ki, testlərdə görəkən sizin üçün bir sıxıntı yaranmasın. Davam edirəm 12-ci qeydimizlə bağlı ağlı ballar. Seçmə suallarla verilən nümunələrdə cümlənin orla verilən ifadələrdə adətən EN artikli işlədilir. Mütləq bir qayda deyil, amma orla verilən sayılan təqsimlər olarsa standart olaraq EN artikli ilə işlənir. Testlərdə demək olar ki, belə bir nümunələrə rast gəlinmir. 13-cü qayda biz bunu quantifiers bölməsindən bilirik. Quite, such, rather'dən sonra sifət plus isim işlənir. Belə testlərdə biz nəyə diqqət eləməliyik? Bunlardan sonra, yəni quite, rather, such'dan sonra gələn ismin sayılan tək olub olmamasına diqqət yetirməliyik. Bu sözlərdən sonra sayılan tək isim gələrsə, yəni biz EN artiklının işlənməsinə diqqət yetirməliyik. A fearless person sayılan tək isimdir, E'si verilib. Child sayılan tək isimdir, E'si verilib. Street sayılan tək isimdir, E'si verilib ağlı bağlı. EN artiklının işləndiyi 14-cü hala gedirik. Bu, tərzi hərəkət zərfliklərindən bağlıdır ağlı bağlar. Tərzi hərəkət zərfliklərini biz zamanın bölməsində detallı izah eləyəcəyik. Hələlik ağlınızda olsun ki, tərzi hərəkət zərflikləri dəfə plus zaman mənalı isimlərin yanaşı işlənməsidir. Yəni, once a week, twice a day, 3 times a year, 5 times a month və s. Belə ifadələrin zaman hissəsində, yəni zaman mənalı isim hissəsi hər zaman E artikli ilə işlədilir. Buradakı nümunələrə də diqqət yetirin ağlı ballar. Və nəhayət ağlı ballar EN artiklinin işləndiyi sonuncu hala, 15-ci hala çatırıq. Bu ən önəmlisidir, ən təhlükəlisidir. Bizim ballarımızın daha çox diqqətdən qaçırdığı hissədir ağlı ballar. Yadınızda olsun ki, sayılan tək isim əsla və əsla artiklsız işlənmir. Baxın ballar, sayılan cəm isim ümumiyyətlə danışdıqda artiklsız işlənə bilər. Sayılmayan isimdə ümumiyyətlə danışdıqda artikl işlənə bilər. Məsələn, I like coffee. Yəni, ümumiyyətlə kofedən xoşum gəlir. Sayılmayan isim haqqında ümumiyyətlə danışıram, artikl işlətmirəm. Amma sayılan tək isimdirsə, mütləq onun qarşısında hər hansı bir EN və ya Z artiklı işlənməlidir. Testlərdən sizə bir nümunə göstərəm ağlı ballar. I spent here traveling around Europe. Europe bilirsiniz ki, qitədir, xüsusi isimdir və artikldan işlənmir. Məsələ burada da ağlı ballar ki, burada mən nə götürüm? Ümumiyyətlə artiklsız götürə bilərəmmi? Yəni, iki boşluq götürə bilərəmmi? Cavab xeyr. Çünki sayılan tək ismin əvvəlində mütləq hər hansı bir artikl işlənməlidir. Ona görə də bizim doğru cavabımız E və boşluq variantı olacaq. Bəzən ola bilsin ki, digər nümunələrdə Z boşluq ola bilər. Yəni, önəmli olan odur ki, sayılan tək ismin əvvəlinə, yəni hər hansı bir əvəzli yiyəlik halda olan isim yoxdursa, mütləq şəkildə artikl işlənməlidir. EN artiklının işlənmə halları bu qədər. Diqqətinizə görə minnətdaram.